Bu aləmi ancaq tərbiyə olunmuş insanlar düzəldə bilər. Bütün nəbilər Allah tərəfindən insanların təlim və tərbiyəsi üçün göndərilmişlər. Bütün müqəddəs ilahi kitablar, xüsusən də Qurani-Kərim insanları tərbiyə edə bilmək üçün nazil edilmişdi. İnsan tərbiyələnsə bütün aləmlər də islah olacaqlar. Tərbiyəsiz insanın zərəri bir heyvanın zərərindən daha çoxdur və pisdir. Heç bir heyvan, heç bir şeytan, heç bir varlıq tərbiyə olunmamış insan qədər ətraf üçün təhlükəli və zərərli deyildir. Tərbiyə olunmuş insan da cəmiyyət üçün o qədər faydalıdır ki, heç bir mələk və ya başqa varlıq o qədər yararlı ola bilməz. Aləmin əsası insanın tərbiyəsidir. İnsan bütün aləmlərin özüdür, bütün aləmlərin əsasıdır. Bütün peyğəmbərlər insandakı bacarığı fəaliyyətə çevirmək üçün gəlmişdi. Çünki insanda Allah Teala'nın bütün sifətləri mövcuddur. O Allahın ilahi nurunun təcəlligahıdır. Siz də təşkil etdiyiniz toplantı və seminarlarda bu mənəvi və ruhani dəyərlərə, təlim və tərbiyəyə diqqət yetirin.